Hərbi xidmətə heç vaxt cəlb olunmamış bir xanım üçün birbaşa 3 illik sərt hüquqi öhdəlik götürmək risklidir. Hamı üçün 3 il qaydası hüquqi və formal baxımından bərabərlik yaratsa da, ancaq reallıqda xanımların orduya cəlb olunmasında ciddi psixoloji və hüquqi bariyer rolunu oynayır. Çünki kişilər müddətli həqiqi hərbi xidmət keçdikləri üçün ordunun necə olduğunu, daxili mühitə bələddirlər və ehtiyatdan və ya xidmətdən maxa kimi qaldıqda nəyə imza atdıqlarını çox yaxşı bilirlər. Ancaq xanımlar üçün bu tamamilə yeni bir sahə olur və hərbi xidmətə heç vaxt cəlb olunmamış bir xanım üçün birbaşa 3 illik sərt hüquqi öhdəlik götürmək risklidir. Ancaq 6 aylıq müddət daha rahat sınaq və adaptasiya imkanı təqdim edir. Bu həm də NATO ölkələrinin standartlarına uyğundur. Bu yanaşma silahlı qüvvələrin peşəkarlaşması, gender balansının təşviqi baxımından praktik əhəmiyyət daşıyır